Dinin haqqında nə qədər məlumatlısan? Diqqətlə oxuyun, düşünün və cavabınızı seçin. Başlayaq. Namazda sözləri tələffüz etmədən ürəkdə oxumaq olar? Doğru cavab, xeyr. İmam Əli əleyhissalam xanım Fatimə ilə evlənmək üçün nəyi satmışdı? Doğru cavab, zirehini. Qur'an-ı Kərimdə neçə surə heyvanların adı ilə adlanıb? Doğru cavab, 5. İmam Zeynül Abidin əleyhissalam tərəfindən yazılan məşhur dua kitabı hansıdır? Doğru cavab, Səhifə-i Səccadi. Həc zamanı hacıların geyindiyi xüsusi libas necə adlanır? Doğru cavab, İhram. Müctəba ləqəbi ilə tanınan hansı imamdır? Doğru cavab, İmam Həsən. Xanım Zəhranın ana-babasının adı nədir? Doğru cavab, Xuveylid. Məkkədən Mədiniyə hicrət edənlərə nə deyilirdi? Doğru cavab, muhacir. İmam Əli əleyhissalamın atasının adı nədir? Doğru cavab, Əbu Talib. Fiqdə möhtat kimə deyilir? Doğru cavab, ehtiyata əməl edənə. Üsul-i din neçə hissədir? Doğru cavab, 5. Həmim nədir? Doğru cavab, qaynar su. Çox nazik corabın üstündən məs çəkmək caizdir. Doğru cavab, xeyr. Həzrəti Fatimənin bətnində şəhid olan körpəsinin adı nədir? Doğru cavab, Möhsün. Kövsər surəsi hansı xanımın şəninə nazil olub? Doğru cavab, Fatimə-i Zəhra. Ürfdə qumar hesab olunan oyun aləti ilə mərz gəlmək olmadan oynamaq caizdir. Doğru cavab, caiz deyil. Qur'an-ı Kərimə əsasən yaxşı əməl sahiblərinə əməl dəftərləri necə veriləcək? Doğru cavab, sağ əllərinə veriləcək. Səcdə zamanı bədənin neçə üzvü yerə qoyulmalıdır? Doğru cavab, 7. Seyyid-ü Şühəda kimin ləqəbidir? Doğru cavab, İmam Hüseynin. Sual-cavab sona çatdı. Nəticənizi və başa düşmədiyiniz sözləri şərhlərdə paylaşın. Daha çox İslam mövzulu, test və faydalı məzmun üçün bizi izləməyi unutmayın.